4 otaqlı mənzil təqdim edirəm sizə Şamaxinkada 19 mərtəbəli binanın 14-cü mərtəbəsində. Yeni təmirdən çıxıb, təmirdən sonra yaşayış olmayıb, çıxarışlı, ipotekaya tam şəkildə yararlı. Qiyməti isə 325 min manatdır. Bura mənzilin hol hissəsidir. Giriş hissə və mətbəx hissə ümumilikdə istipolla təchiz edilib. Həmçinin sanitar qovşaq hamam otaqları da 2 sanitar qovşaq hamam otağı var. Biri ümumi, biri yataq otağının daxilində. 3 yataq otağı, bir ayrıca mətbəx və bir böyük geniş bir zaldır. Hol hissəni görürsünüz. Çox səliqəli, gözəl, dekorativ, işıqlandırma ilə yığılıb. Gözəl bir mənzildir. Mənzili mən bəyəndim. Gəlin keçid də girişdən ümumi proyektlə sizi tanış edim. Giriş qapısından daxil oluruq. Sağ istiqamətimizdə gözəl bir qarderobli şkaf yığılıb. Solda sanitar qovşaq hamam otağıdır. Sol istiqamətdən sağdan daha doğrusu otaqlar bir-bir baxa-baxa gedəcək. Burası sanitar qovşaq hamam otağı tam aksesuarlı şəkildə yeri isti döşəmə ilə təchiz edilib. Yenidən qayıdırıq hol hissəyə və keçid dirik mənzilimizin görünüş və gözəl işıqlı birbaşa həyətyanı istiqamətinə vitraj pəncərə ilə baxan zal hissəsinə. Bura mənzilimizin çox gözəl, geniş, düzbucaqlı formasında zal hissəsidir. Vitraj pəncərə birbaşa həyətyanı istiqamətə baxır və bu hissədən yandan isə Avtovağzal metrosu istiqamətinə baxan balkon hissəmiz mövcuddur. Kombidə həmin balkonda qaz sayğacı ilə birlikdə quraşdırılıb. Hər otaqda belə avoylan müxtəlif dekorlar quraşdırılıb. Yəni hər otaq özünə məxsus dizayndadır, təmirdədir, rəngdədir. Bura koridor isə yeni qayıtdıq. Koridor ümumiyyətlə işıqlandırma ilə çox gözəldir. Ən əsas nöqtələrdən biri, strateji nöqtə olan mətbəx hissə. Mətbəx mebeli boydan boya tavana birləşdirilmiş şəkildə yığılıb, üstü tökmə mərmərdir. Bu yəni mənzilə kifayət qədər xərc qoyulub, yeri isti döşəmə ilə təchiz edilib. Qranitlər də ucuz qranit deyil. Bu hissədən davam edirik. Balkon hissədir, birbaşa həmin zaldan çıxış olan balkon hissədir. Baxır həyətyanı istiqamətinə. Mətbəx mebeli gördük. Binada qazı, suyu, işığı, yeraltı dayanacağı, həyətyanı sahəsi, 2 sürətli lifti, yəni bütün növ şəraitlər mövcuddur. Kənar dairəvi yoldan da binaya daxil ola bilirsiniz. Şamaxınka istiqamətdən gələndə də binaya daxil ola bilirsiniz. Həyətində də Bravo marketə qədər marketlər mövcuddur. 3 yataq otağı bu hissədədir. Ən böyük yataq otağından başlayıram. Daha sonra davam edəcək digər yataq otağını təqdim edəcəm sizə. Bura böyük yataq otağıdır. 2 balkon istiqamətinə çıxış mövcuddur. Biri baxır həyətyanı istiqamətinə, digəri baxır isə Avtovağzal metrosu istiqamətinə də gördüyünüz kimi dekorativ işləmələrdə hər bir otaqda qeyd etdiyim kimi özünə məxsusdur. Yataq otaqlarında istipol deyil, yəni radiatorlarla qızdırılır. Bu da ki, təbii ki, sağlamlıq üçün də önəmli faktorlardır. Yataq otaqlarının istipol edilməsi yaxşı qəbul edilmir. Bu hissədə nisbətən kiçik bir yataq otağıdır. Daxilində özünə məxsus sanitar qovşaq hamam otağı var. Baxışı Avtovağzal metrosu istiqamətindədir. Radiatorda qeyd etdiyim kimi radiator çıxışları da quraşdırılıb. Hazır vəziyyətdə də buranın maraqlı bir dekor dizaynı var. Davam edək. Sanitar qovşaq hamam otağımız tam şəkildə aksesuarlı, yeri isti döşəmə ilə təchiz edilib. Bu arxa hissədə isə qapının arxasına bax burada bir kiçik qarderobli şkaf yığdıra biləcəyiniz bir sahə mövcuddur. Yəni itmir bu sahə. Buranı istifadə edə bilərsiniz, dəyərləndirə bilərsiniz. Davam edirik. Orta hissədə isə bizim balaca körpələrimiz üçün ayrılmış çox gözəl bir uşaq yataq otağıdır. A boyundan o dəqiqə hiss olunur ki, bura uşaqlar üçündür. Balaca dostlarımız üçün və baxışı Avtovağzal metrosu istiqamətindədir. Yenidən qayıdırıq tam başlıqda otaq otağından koridor hissəyə. Bu səliqəli, gözəl 142 kvadrat ümumi sahəyə malik mənzilimiz yerləşir Şamaxinkada, qeyd etdiyim kimi Moskva prospektində 19 mərtəbəli binanın 14-cü mərtəbəsində çıxarışlı ipotekaya tam şəkildə yararlı. Qiyməti isə 325 min manatdır və real alıcıya endirim ediləcək. Ətraflı məlumat üçün səhifədə qeyd olunan nömrədən əlaqə saxlaya bilərsiniz. Sağ olun, görüşmək ümidi ilə.